Bugün biz Ronaldo ve Messi'den sonra gelen sonuncu futbol sehirbazı Neymar'dan danışacağıq. Neymar deyəndə ağla adi bir futbolçu yox, ilk növbədə dribling və stil gəlir. Yeganə oyunçudur ki, elədiyi fintlərə görə sarı vərəqələr alırdı. O hələ təzə oynamağa başlayanda Braziliyada artıq hər kəs onu Pele'nin davamçısı adlandırırdı və hər şey də plana uyğun gedirdi. Santos, Barcelona, Messi və Suarez ilə olan trio, Çempionlar Liqası və birdən-birə hər şey dəyişir. Ancaq biz bu dəfə yetişlənməyə əvəzinə Neymarın prime vaxtı nə qədər güclü olduğuna baxmalıyıq. Bir çox Braziliyalılar kimi Neymar da futbola futzalda başlamışdı. Məhz buna görə də uşaqlıqdan gözəl driblingə yiyələnir. 11 yaşı olanda Santos'un aşağı yaş qrupuna qoşulur. Hardan ki Pele də çıxmışdı. O burada çox sürətli formada progres edirdi və 17 yaşı olanda əsas komandaya qoşulur. Elə ilk sezonunda 48 oyuna 14 gol və 3 assist edir. O hər oyunda gələcəyin ulduzu olacağını biraz da göstərirdi. Növbəti sezon daha da yaxşı keçir. 47 gol və 18 assist eləyir. Braziliya kubokunun bombardiri olur və Santosa 2 kubok qazandırır. Avropa klubları onu transfer eləmək üçün sıraya düzülmüşdülər. Ancaq o daha bir yıl Santosda qalmağa qərar verir ki, növbəti sezonda 24 gol və 15 assist etsin və Santosa Libertadores kubokunu qazandırsın. Həmin sezonda o Flamengo'ya vurduğu qola görə Puskás mükafatı alır. Neymar Santos'da daha bir sezon qalır və burada öz pikini yaşayır. 43 gol, 24 assist. Bu Santos üçün oynadığı müddət ərzində ən yüksək nəticəli sezon idi. O növbəti dəfə bombardir olur. Göstərdiyi driblinglə qarşısı alınmaz idi. 2013-cü ildə o Barcelona'yı keçir. Transferin dəyəri 88 milyon idi və vergiyə görə uzun məhkəmə prosesləri gelmişdi. İlk sezonunda 15 gol və 12 assist edir. Buna baxmayaraq ilk sezon onun üçün adaptasiya dövrü idi. O özünə məxsus driblinglər və El Clasico daxil olmaqla vacib qollar vursa da komandada lider değildi. Növbəti sezon isə etalon alındı. Barcelona əfsanəvi treble edir. Neymar isə bu uğurun vacib faktoru idi. 51 oyuna 39 gol və 15 assist eləyir. Messi və Ronaldo ilə bir yerdə Çempionlar Liqasının bombardirləri siyasında olur. Bu Neymarın Barsada demək olar ki, pik forması idi. Qarşısına keçən hər kəsi silib süpürən MSN üçlüyünü formalaşdırmışdı. Hansı ki, tarixin ən güclülərindən idi. Neymar özü isə bu üçlünün ən ayrılmaz hissəsi idi. Onun driblingi, qol duyumu və meydanı hiss etməsi Messi və Suarez'i çox gözəl tamamlayırdı. Barsa tarixi treble qazanır. La Liqanı, İspaniya kubokunu və Çempionlar Liqasını. Neymar bu sezonda tarixin ən yaxşı oyuncularından biri idi. Onun oyunu həm çox effektiv, həm də Braziliyaya məxsus Joga Bonito ilə doluydu. O növbəti sezonda da vacib qollar və gözəl driblinglər etməyə davam elədi. La Liqanı və İspaniya kubokunu qazandı. Hətta qızıl top namizədləri arasında da var idi və 3-cü yeri tutmuşdu.